Səudi Ərəbistanda şiə məntəqələri də var. Xüsusən Qətif, məsələn, hamı şiədir. Sünni və Vahabi yerləri də var. Bu şiədən biri öz ailəsi ilə, işlə əlaqədar Vahabi yerində yaşamağa gedir. Vahabi məntəqəsində yaşamağa gedir. Bu Vahabinin içində yaşayanda bizdə necə evdə görsən körpə uşaqlar ya Ali, ya Hüseyin, görsən İmam Hüseyin deyəndə sinə vururlar. Yəni ki, bu mühitlə böyüyüblər. Bu şiənin bildiğinin balaca qızı var imiş 3-4 yaşında. Ayağa qalxanda ya Ali sözünü deyərmiş, bir şey qaldıranda ya Ali deyərmiş. Vahabi uşaqları ilə oynayanda qız uşağı ilə biri ilə oynayırmış, bu qızın da 3-4 yaşı varmış. Oynayırmış ya Ali, ya Ali. Bu qız, Vahabi qız da ya Əlini öyrənir. Gəlir evdə süfrədən qalxanda ya Əli deyir. Atası da Vahabi deyir ki, nə dedin sən? Dedi ya Əli dedim. Vay küfr edir. Bunu vurur. Bir şey eləyəndə pilləkəndən qalxır ya Əli. Bunu uşağı deyir ki, neylisən sən? Bunun dilin yandırır, əlin yandırır. Neyniyir? Görür ki, bu qız uşağı ya Əli sözündən əl çəkmir. Nə iş görür mümkün olur. Axırı bu kişi görür ki, bu kafirdir. Bunların dilində kafirdir, qətli vacibdir, qanı halaldır, bunu öldürən cənnətə gedər. Bu fikirlə deyirlər ki, öz yoldaşı ilə məsləhətləşir ki, biz bu qız balamızı öldürək, bu kafirdir. Nə cür öldürək, balamızdır, özümüz öldürə bilmərik. Bunu qoyaq bir otaqda, bağlayaq qapını, kilitləyək, qalsın qıfıllı bir otaqda. Özümüz gedək həcc evinə, Allahın evini ziyarət edək, ibadət edək. Bu qız uşağı ölsün burada, bir aydan, 2 aydan sonra gələrik, bunu götürüb ölsün, dəfn edək. Ata-ana qarlar gəlir, qapını kilitləyir, pəncərəni bağlayırlar, otaqda, bir otaqda bu qız uşağını qoyurlar, çıxılır gidilir. 1 ay, 2 ay bunlar güya gediblər Allah evini ziyarət edirlər, ziyarətdən sonra qayıdırlar. Qayıdırlar, evə çatırlar, ata açarı verir anasına ki, aç qapını. Ana deyir ki, mən açanlarım, sən aç. Bunların arasında düşür mübahisə. Çünki hər ikisi də evladı istəmir ki, bunu ölüsün, görsün. Bu halda deyir, ondaydı gördü, içərdən bir səs gəldi. Qız dedi ki, baba, aç qapını. Aç qapını, deyir ki, girdi içəri, otağın qapısını açdı. Gördü ki, otaqda qızın necünə otuzdurmuşdu, o cünə də oturur. Yaxınlaşdı diyor qıza, atana yaxınlaşdı qıza. Qızım, sən burada nə cürlə qaldın? Neynədin burada? Nə içdin, nə yedin? Çox gözəl bir söz deyir. Huvə aliyyullezî at'amani və saqani. Bu Ali ki var idi ya. O Ali ki var idi ya, mən onun adını çəkirdim. O mənə yiyəcək, içəcək gətirib burada saxladı. Deyir ki, anası həmin anda Əli əleyhissalamın vilayətini qəbul edib şiə oldu. Atası təəssübkeşdən, çünki o zatında, bilirsiniz ki, Əlini tanımayan zatında bir müşkil var. Zatında müşkil olduğundan tərk edib o ailəni çıxdı getdi. Həqiqətən Əli əleyhissalamın fəziləti hər yerdə, hər məkanda var və bütün dünya Əli əleyhissalamın fəzilətindən danışır, nəinki biz şiələr.